İllərdir tər töküb çalışan ailəsinə çörək pul aparmaq ümidi ilə hər gün işə yollanan onlarla fəhlə bu gün çarəsiz durumdadır. Söhbət Maqrenin C'dən gedir, şirkət rəhbərliyi bəhanələrlə işçilərin maaşlarını gecikdirir, insanların qanuni hüquqlarını tapdalayır. Baş dövlət qurumları, əmək müfəttişliyi hara baxır? Bu şirkətin onlarla insanın əməyini istismar etməsinə kim icazə verir? Aksiyası TV1 rəhbərliyinin adından aidiyyəti qurumlara səslənirik. Bu özbaşınalığa son qoyulmalı, işçilərin alın təri olan pulları dərhal ödənilməlidir. Bu məsələnin sonuna qədər Aksiyası TV1 kollektivi işıqlandıraraq aidiyyəti qurumlara çatdıracaqdır. Reportajı hazırladı. Aksiyası TV1'in rəhbəri Elxan Müzəffəroğlu, səsləndirdi Əfsanə İbrahimova. Saat 12 işləyib, hələ zapravka eləyirik, səfərik.